بسم الله الرحمن الرحیم. مؤسسه خیریه حمایت از مستمندان تبریز بعد به تأسیستن که حمایت از مددجویان و نیازمندان واقعی او فعالیت درنده موضوع هزینه‌های درمانی و دارویی öz mədətçilərinə həmişə nəzərdə tutmuşdu və onları təmin elərdi. Sal 1391-də با توجه به افزایش قیمت داروهای سرطانی و تفاوت قیمت داروهای ایرانی و خارجی لازم gördü ki bu rabitədə به اصطلاح onları ki hətta نیاز məişətləri yoxdur, bu rabitədə giriftardılar, onlara köməklik eləsin. در نتیجه بخش حمایت از بیماران سرطانی burada təşkil tapdı. Biz bu təşkil verməklə mədədçuyani ki xaric az puşişi müəssisəsi idilər və onları biz cəzb elədik və bunların müşkilatını hətta imkan həll eləmişik burada. Müəssisə xeyriyyə himayət az müstəməndanın indi bugün 1300 nəfərdən çox bimar sərətani, yəni sirfən sərətanları ki duçardılar, mübtəladılar, onlara xədəmat verilir. Bizim xədəmatımız burada həzinəهای daru و درمان، هزینه‌های بیمارستانی، عمل جراحی، انجام آزمایشات و اقدامات تشخیصی، آزمایش خون، MRI، CT اسکن، PET اسکن، bunlarca انجام tapa olan موردində həzinə pərdاخت edilir. Bunların به غیر از خدمات دارو و درمان ki varlarıdır، نه تنها هزینه دارو درمان məsələlər vardır، bunların məişətləri var. Hüdud 300-350 nəfər bunlara pərvəndə mədədçuyi təşkil vermişik və onlara از نظر معیشت yemək, içmək, yağ, ət, düyü bu cür şeylərlə himayət edirik belələrindən və bəzi ayrı xədəmatımız ki, مثل icarəxanə və həzinəهای təhsili və bayramlıq vermək və bu müstəmər müəssisənin xədəmatındandır ki, bunların ixtiyarında qoyuruq. Biz hüdud 400-450 nəfərdə ayrı müəssisat xeyriyyə بیماران سرطانیه ki himayət edirlər, onların مریضlərini də تحت پوشش قرار veririk və onları da تحت پوشش mədədçuyi qərar veririk. Bu işlər təvəssüt müəssisə ki انجام tapır, həzinələri ayda 1 milyarddan yuxarıdırlar. Şayət 2 milyarda yaxın hər ay bizim həzinəmiz ola. Mərdum Şərifi Təbrizdən və İrandan və xeyriyin möhtərəmdən intizarımız var ki, bizi bu yolda təh qoymasınlar və köməkliklərini müəssisəyə eləsinlər ta biz eləyə bilək bu xədəmatı idamə verək və inşallah روز به روز da yenə bəhtər bu xədəmatımızı icra edək.